Danışaq. Müxtəlif elm və peşə sahələrinə aid olan sözlər termin adlanır. Belə sözlər həmin elm sahələrinə aid olan insanlar tərəfindən daha yaxşı başa düşülür və istifadə olunur. Məsələn, biz Azərbaycan dilini öyrənməsək, Azərbaycan dilində olan ədat, fonetika, əgər Azərbaycan dilinin ədatı öyrənmədən uşaqlar, ədatın nə olduğunu bilirdiniz? Xeyr, öyrəndik, bildik də. Riyaziyyatı öyrənmədən, hələ məsələn riyaziyyatda sinusu, kasinusu keçməmişsiniz, düzdürmü? Nə olduğunu bilirsiniz? Xeyr, amma öyrənəndə başa düşəcəksiniz. Deməli, bu anlayışlar həmin elm sahəsində işləyən insanlar tərəfindən başa düşülür. Buna terminlər deyirlər. Terminlərin bir sıra xüsusiyyətləri var. Onlar yığcam olur. Sinoniminin çox mənalılığının, məcaziliyin olmaması. Yəni, burada sinonimlik yoxdur. Çox mənalılıq yoxdur. Konkret bir anlayışı ifadə edir. Məcazi mənası yoxdur. Yəni, məcazilik yoxdur. Bir də uşaqlar, elə terminlər var ki, dilimizdə, onlar həm də ümumiləşmiş söz kimi işlənə bilir. Yəni, bu nə deməkdir? Yəni, məsələn, bir var zərf sözü nitq hissəsi kimi, bu termindir. Bir də zərf sözünün ümumiləşmiş söz kimi işlənməsi var. Məsələn, anam mənə zərf gətirdi. Bu həm də omonimliyə daxildir, omonim kimi götürülür bu məqamda, termin və ümumiləşmiş söz kimi. Sonra davam eləyək. Deməli, feil, zərb, xəbər, güc, bölmə, bucaq və s. terminlər. Bəzi terminlər bütün dünya dillərində eyni cür işlənir uşaqlar. Bu sözlər beynəlmiləl sözlər, terminlər adlanır. Məsələn, respublika sözü bir çox dillərdə eynidir. Respublika yazılır. Məsələn, ingiliscəsində falan qarşınıza çıxmış ola bilər. Film sözü yazırsan, film çıxır. İstənilən dildə yazırsan. Speaker, aparıcı, problem sözü rus dilində, ingilis dilində, Azərbaycan dilində olduğu kimi. Bunlar beynəlmiləl sözlərdir uşaqlar. Bizim dilimizdə də bir problemdir. Problem var. Davam edeyim. Başla. Nurlan, çalışma 1. Terminlərin altına xətt çəkin. Diametr, not, Bəli. sonra pauza olur. Bəli. Pauza, qrafika, tənlik, sonra karate, prosesor, site, operetta. Operetta. Xəritə olmaz. Nə? Xəritə. Xəritə yox. Müəyyən qədər, amma xəritə sözü əslində belə deyək, coğrafiyaya aid anlayış kimi istifadə olunur, amma belə tam başa düşülür, müştəq söz kimi də işlənir. Müəyyən qədər götürmək olur. Yaxşı, davam edək. Bəli. Cümlələrdə terminlərin altından xətt çəkin. Üçbucağın neçə tərəfi var? Üçbucağın 2. O uşaqlıqdan karate ilə məşğul olur. Karate. 3. Onun portretləri çox gözəl portretlər. 4. Verilmiş ədədləri 5%-ni tapın faizini. Doğrudur. Bəli. Bəzi. Terminlərə aid olduğu elm sahəsini əsasən qruplaşdırır. Xor, musiqiyə, Bəli. angina, tibbiyə, rəsədxana, astronomiya, orbit astronomiya, Bəli. virus tibbiyə, solar musiqiyə, not musiqiyə, planet astronomiya, kardiolog tibbiyə, Bəli. dezinfeksiya tibbiyə, günəş astronomiya, melodiya musiqi, qrip tibbi, vokal musiqi, galaktika astronomiya, yemin musiqi. Doğrudur. Buyurun. Verilmiş sözlərin cümlədə termin kimi işlədir. O xəbəri bilir. Biz xəbər mövzusunu öyrəndik məsələn. O sifət xoşlayır sifəti. O sifət haqqında danışır. Sifət əsas nitq hissəsidir, bəli. O zərfdir. Sifət əsas nitq hissəsidir. Zərf feilə aid olur. Davam edək, oxu. Mən oxuyuram. Yalnız terminlər kimi işlənən sözlərin altından xətt çəkin. Bucaq, zərf, akva, ler, dəmir, ədəbiyyat, fiksiyaz, bölmə. Metaforlar. Biz burada bucağı götürməyəcəyik. Bir dəqiqə. Niyə mənə? Götürməməyimizin səbəbi budur ki, qaydada göstərilibdir ki, bucaq həm də yəni ümumiləşmiş söz kimi işlənə bilir. Solo. Bəli, soloncu, relyef, akvarel, solo, metafor, ədəbiyyat, sarkazm, sinus, fiksaj, kasinus və qrip. Terminlərin altına xətt çəkin. Xəbər cümlənin baş üzüdür. Xəbər. Bəli. Neyron sinir sistemi. Əsas quruluş. Vahididir. Neyron. Bəli, neyron. Şeirdə qafiyələnən sözlərin altına xətt çəkin. Qafiyələnən. Bəli.
Astma nəfəs darlığına səbəb olan xroniki xəstəlikdir. Astma bir də ki, Niki, hansı çox öndə əziyyət çəkirik. Bəli. Davam edək, oxu. Hansı termin həm də Həm termin, həm də ünlü söz kimi sözlərin altına xətt çəkim, vurma, enerji, bənd, boğaz, Diametr olmaz. təyin, Təyin etmək olur. qrafika, Olmaz. zərf, bölmə, vətər. Vətər olmaz. Vətər olmaz. Mən adından çıxaq. riyaziyyata aid terminləri işarə eləyin. Kəsir, faiz, təmlik, çıxma. Doğrudur. Terminləri seçib cümlədə işlənir. Hadisə, bir də ki, Hadisə termindir. Mötərizə və nağıl. hə, mötərizə və nağıl. Biz mötərizəni misal keçmişik. Nənəm gecə bizə nağıl danışdı. Olsun. Davam edək. Verilmiş cümlədə neçəsi termindir? Hasil, portret, bir də ədəd oxu. Cavab C variantı. Nurlan. Hansı cümlədə fərqləndirilmiş söz termindir? A variantı. Bu melodiyanı çox sevirəm. Melodiya termindir, bəli. Say sözü hansı cümlədə termin kimi işlənmişdir? Say əsas diksiyasıdır. Doğrudur. Düzü çaşdım. Hansı söz termin deyil? Yolçu. Bəli. Volleyball round nəqar sözlər termindir. Oxu. Hansı variantlar sözün hər ikisi termindir? Destimək, bitir, sular. Xeyr, su termindir. İllüstrasiya, peyz. Peyzaj. Mən Təsvirinizə sənətə aid terminlərdir. Verilmiş cümlədəki fərqləndirilmiş söz haqqında doğru fikir hansı sifətin burada həm termin, həm də ümumiləşdirici söz kimi işlənə bilir. Ümumiləşdirici söz kimi işlənə bilir. Bəli, B variantı doğru cavabdır. Davam edək. Hansı doğru deyil? Astma tip deyil. Bəli, idmana yazıblar, səhv yazıblar. Əslində tip Bana deyil. yazılar ama tipdir. Davam edək. hansı termin aid mənə? Bəli. Hansı termin aid olduğu elm sahəsi doğru Göstərilməmişdir. göstərilməmişdir. Diaqram, musiqi. Mən diaqram riyaziyyat olmalıydı. Bəli. Hansı cümlədə termin yoxdur? Dağlardan gələn soyuğu hiss edirik. Bəli, doğrudur. Hansı terminlər informatikaya aiddir? 1. Megabayt, bir də 2 monitor. Doğrudur. Oxu. Hansı yerlər iltihabı izah hansı elm sahəsinə aid termindir? Tip. Bəli. Hansı bir təsvir incəsənətə aid termin var? Biz mətnin illüstrasiyasını nəzərə saldıq. Bəli. Təsvirinizə sənətə aid. Doğrudur. B variantı. Bitirdik. Mən